Salam uşaqlar. Başlayaq sual cavabımıza. Deyin görək mənə Misir vahid dövlətdə nə vaxt birləşdirildi? Misir vahid dövlətdə nə vaxt birləşdirildi? Neçənci minlikdə? Eramızda 400 milyon yani. Sonlarında düzdür. Bəli, düzdür. Keç arxaya Amin. Ayla keç sən yervə. Yaxşı. Zeynəb və Hüseyn ağa. Deyin görək mənə Misirin ilk paytaxtı hansı şəhər idi? Memphis. Memphis, bəli, düzdür. Əvvəl səhv elədim, sonra düzgün qeyd elədim. Hüseyn ağa keç yervə, Zeynəb arxaya. Rəhimə və deməli Nihat. Deyin görək mənə Şumer şəhər dövlətlərində ilk şəhər dövlət hansı idi? Eredo, düzdür. Rəhimə keç yervə, Nihat arxaya. İbrahim və Dəniz. Ali və Dəniz üzürsən. Ali və Dəniz. Deyin görək mənə deməli Misirdə baxaq görək hansı memarlıq abidəsi ucaldılmışdı? Dünyanın 7 möcüzəsinə də daxil edilmişdi. Hansı memarlıq abidələrini qeyd edilir ki, dünyanın 7 möcüzəsinə daxil edilmişdi? Məşhur. Misir nə ilə məşhurdur? Piramidalarla, bəli, piramidalarla. Düzdür. Keç arxaya. Dəniz, Ali keç yervə. Səccad və Məhəmməd. Siz mənə deyin görək Şumerlərdə hansı yazı növündən istifadə olunmuşdu? Düzdür, Mixi. Düz dedi Səccad, Məhəmməd sən keç yervə. Səccad arxaya. Digərləri otursun yerindəki mən bilim. Nəbi və Xədicə. Deyin görək mənə Misirdə hansı yazı növündən istifadə olunmuşdu? Misirdə hansı? Yox, Mixi yazı dedik Şumerlərdədir. Dayanın. Nəbi ilə Xədicə cavab verməlidir. Digərləri yerinizdə oturun, zəhmət olmasa. Oturun yer bizdə. Yaxşı. Hieroglif yazıdan istifadə olmuşdu Misirdə. Misir hansı çayın sahilində yerləşirdi? Hansı? Düz deyil, Nil çayı. Yerdən, Amin, danışma. Sən sıran gələndə sənə sual verəcəm. Yaxşı, bir daha növbəti bir sual verirəm, hələ ki müəyyənləşdirə bilmədik. Deyin görək mənə. Misirdə yazı materialı kimi nədən istifadə olunurdu? Sonra başqa. Daşların üzerinde. Aha. Daşların üzərində və qab qırıqlarının üzərində, bir də papirus bitkisində. Qismən cavab verdi, amma yenə də Xədicə cavab verdi. Nə bir keçirsən kənara, nə bir Xədicə keçir arxaya. Yaxşı. Digərləri qalib gələnlər yerində dayansın. Qalib gələnlər yerində dayansın. Yaxşı. Sonra deyək görə Nuray və Lalə. Deyin görək mənə hansı Şumer şəhər dövlətlərini saya bilərsiniz? Şumer şəhər dövlətləri. Yox. Ur, Uruk-Kiş, Nippur, Laqaş. Bu kimi şəhər dövlətlər vardı. Arxadakılar. Tam sakitçilik gözləyin. Yaxşı. Növbəti başqa bir sual verəcəm sizə. Çünki burada elə müəyyənləşdirmədik. Misirdə işğalçı müharibələr aparan Firon. Hansı Fironla başlayır Misirdə işğalçı müharibələr? Kim? Birinci kim? Adını qeyd eləmək lazımdır. Birinci kim? Birinci Tutmosdan söhbət gedir. Yaxşı, deyək görək, tarixdə ilk beynəlxalq müqaviləni bağlayan Misir Fironu kim idi? Üçüncü Tutmos değildi. Nuray deyə bilərsən. İkinci Ramzes, düzdür. Keç, sən yervə, Lalə keçir arxaya. Gəlin. Zeynəblə Səccad gəl görək. Yaxşı, Zeynəb və Amin olsun. Zeynəb və Amin. Siz mənə deyin görək. Deməli, bu birinci Tutmos hansı ərazini tabe etmişdi? Hansı ərazini tabe etmişdi birinci Tutmos? Yox. Yuxarı Misirdən. Xeyr. Nubiya ərazisini tabe etmişdi. Yaxşı, üçüncü Tutmos hansı əraziləri tabe etmişdi bəs? Sakit digərləri... Aşağı Misirdən yuxarı Misirə. Xeyr. Uşaqlar, aşağı Misir və yuxarı Misir birləşib vahid dövlət yaradıb. Deyirik ki, üçüncü Tutmos Fələstin, Finikiya və Suriyanı tutmuşdu. Davam edirik. Növbəti sual verəcəm sizə. Deyək görək. Deməli, Misir, daha sonra Şumerlərdə 3, 5, 7 pilləli məbədlər necə adlanır? Düzdür. Amin keçir yerinə, Zeynəb keçir arxaya. Ardıcılığı düzgün quraq. Sonra Dəniz və Səccad, digərləri yerdə oturanlar sakit olun. Deməli,
Sakit, sakit. Yaxşı. Səccad və Dəniz. Deyin görək mənə. Həm Misir üçün, həm də Şumer üçün oxşar cəhət götürülə bilər. İlk öncə hansı yazıdan istifadə? Xeyr. Yaxşı fikirləşin. Yaxşı fikirləşin. Yaxşı fikirləşin. Misir yaz. Piktoqrafik yazı və yaxud da ki, şəkli yazı deyirik. Şəkli yazıdan istifadə olunurdu. Yaxşı, deməli deyirik ki, Mesopotamiya ərazisi hansı çayların arasında yerləşirdi? Misir yarası. Ben diyeyim kür arası. Kür araz deyil. Yox, yox, digərləri yox. Sakit olun. Digərləri yox. Dəclə və Fərat çaylarının arasında yerləşirdi. Ona görə iki çay arası adlanır. Yaxşı, Mesopotamiyada yaşayan Şumerlər buranın yerli əhalisi sayılırdı. Deməli, hardan gəlmişlər onlar? Neolit devrinde. Neolit dövründə hardan gəlmişdilər? Mərkəzi Asiya və Altay dağlarına. Tam cavab deyil. Növbəti sual verirəm. Növbəti sual verirəm. Bəs Misirdə tibb sahəsindəki yenilik nə idi? İnsanlar üzərində nə aparılırdı həmin dövrdə Misirdə? Cerrahi əməliyyat. Ay, sağ ol, düzdür. Keç arxaya. Sən keç yervə. Sonra Xədicə və Nihat. Digərləri sakit olun. Yerdə oturanlar sakit olun. Deyək görək. Misirdə, daha doğrusu Şumerlərdə 3, 5, 7 pilləli məbədlərin, zikkuratların yuxarı pilləsindən nə məqsədlə istifadə olunurdu? Onların yanları mailli bir şey. Kırmızı çizgi. Yaxşı, belə deyək. O zikkuratların ən yuxarı pilləsi hansı məqsədlə istifadə olunurdu? De. İbadət Ay, İbadət yerləri. Düzdür. Bax, Xədicə Nihat səndən qabaq cavab verdi. Nihat əyləşir yerinə, Xədicə qalır. Yaxşı. Digərləri. Sonra baxaq, neçə nəfərimiz qaldı? Amin, keç yervə. Amin, sən axı suala cavab vermədin. Keç yervə. Yaxşı. Lalə və Zeynəb. Sizə növbəti sualım. Deyək görək, Misir nə vaxt zəiflədi? Neçənci minlikdə? Səhvdir. Səhvdir. Misir birinci minlikdə. Birinci minlikdə. Yaxşı, heç biriniz cavab vermədiniz. Növbəti sualı, yəni növbəti sual verirəm sizə. Deyək görək, Misirin dövlətçiliyinə son qoyuldu. Hansı döyüş nəticəsində Misirin dövlətçiliyinə son qoyuldu? Suriya. Yox, deyirəm ki, Misirin dövlətçiliyinə son qoyuldu. Yaxşı, belə deyək, biraz sualı asanlaşdırım siz üçün. Pelusiya döyüşü nə vaxt baş verdi? Pelusiya döyüşü. Yox. 525. Yox, bilirəm, bilirsən Nihat, amma ki, əsl buradakılar sual cavab edir. 525-ci ildə. Yaxşı, bəs Makedoniyalı İskəndər neçənci əsrdə Misiri tabe etdi? 4-cü yüzillikdə. Növbəti sual, növbəti sual. Deyək görək, ən hündür piramida kimə məxsusdur Misirdə? Aha. Aha, düzdür. Zeynəb düz qeyd elədi. Lalə keçir və Zeynəb arxaya. Gəlin, Zeynəb arxaya keç. Aha. Səccad və Xədicə. Deməli, sonra sizə sual verək. Baxaq görək, Misirdə hansı bitki idi ki? Ondan sallar, qayıqlar düzəldirdilər. Evlərin damını örtmək üçün istifadə olunurdu. Papirus bitkisinin söhbət gedir. Yaxşı, heç bir cavab verə bilmədiniz. Növbəti sual. Deyək görə Misiri Nilin töhfəsi adlandıran tarixçi kim idi? Misiri? Yox, tarixçi deyirəm. Tutmos Firondur. Hökümdardır. Misiri Nilin töhfəsi adlandıran Herodot idi. Yaxşı, Misirdə Firondan sonra Fironun köməkçisi sayılan kim idi? Sakit digərləri. Misirdə Firondan sonra ikinci şəxs Çati idi. Çatini qeyd edirik. Dəftərxanaya, məhkəmə işlərinə, təsərrüfat həyatına baxırdı. Yaxşı, növbəti sual verirəm. Diqqətli olun uşaqlar. Deyək görək, Mesopotamiya bayaq sual verdim, bir də təkrar deyəcəm sizə. Hansı çayların arası yerləşdi? Yaxşı, Səccad daha əvvəl cavab verdi. Xədicə. Gəl Səccad. Səccad getmə. Gəl. Zeynəblə Səccadı. Amin. Keç yervə. Yaxşı. Deməli, Zeynəb və Səccad. Axırıncı sualı sizə verək. Baxaq görək, qalibimiz kim olacaq? Deməli, baxaq. Deməli, Şumerlər, deməli, və Misirin
oxşar cəhətlərini mənə deyə bilərsinizmi? İkisi de şadıktan istifadə edir. Şaduqdan. İkisi de yazı eynidir. İlk başta. Aha, yaxşı. Sonra bir dənə də əlamət desəz. İki dövrdə papirus üzərində yazı yazırdı. Yaxşı. İkisi də çay kənarlarında yerləşirdi deyə bilərik. Deyə bilərik, bəli. Yaxşı. Çox sağ olun inşallah. Qalibimiz Zeynəbdir. Alqışlayın da Zeynəbi.